Hamıya salam. Bu günlərim bir qadın olaraq çantamda daşıdığım önəmli şeyləri göstərəcəm sizə. Başlayaq. İlk olaraq sveça. Sveça mənim xüsusi günlərimdə ən böyük köməkçimdir. İkinci olaraq podşivnik. Tərzimə uyğunlaşdırıram, başqa növləri də var. Və üçüncü, ən vaciblərdən təbii ki də yağ. Bunsuz qətiyyən və qətiyyən gəzməyə çıxmıram. Və dördüncü olaraq ən vaciblərdən yenə, bilirsiniz bu aralar havalar pisdir. Ona görə filtr hər zaman çantama atıram. Bu aralar səyahət çox etdiyim üçün özümlə mühərrik yastığı götürürəm. Təyyarədə ehtiyacım olur. Və son olaraq amortizator çox vacibdir. Ən əsas da uzaq yollara çıxanda çantama qoymağı sevirəm. Bu qədər idi. Çox sağ olun izlədiyiniz üçün. Salamat qalın.